Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz 1-ci Səfəvi Osmanlı müharibəsi və ya kitabda qeyd olunduğu kimi Səfəvi Osmanlı müharibələrinin 1-ci mərhələsi. Əhatə edir 1514-1555-ci illəri, bitib Amasya sülhü ilə. 1514-cü ildən 1555-ci ilə kimi iki Osmanlı sultanının dövründə, yəni Sultan 1-ci Səlim və 1-ci Süleyman Qanunun dövründə Səfəvilərlə olmuş müharibəni anlatır. Deməli, bu mövzu diqqət edək. Şah İsmail hakimiyyətə gələn kimi, deməli, 2-ci Bəyazid Şah İsmaillə dostluq əlaqələri qurmuşdu və möhkəmləndirmişdi. 1481-ci ildən 1512-ci ilə qədər hakimiyyətdə olan 2-ci Bəyazid, 1501-24-cü illərdə hakimiyyətdə olan 1-ci İsmaillə dost münasibətində idi. Amma 2-ci Bəyazidin 1512-ci ildən deməli, vəfatından sonra hakimiyyətə gələn oğlu 1-ci Səlim dönəmi isə Səfəvi Osmanlı müharibələrinin başladığı dönəmdir. 1-ci Səlim 1512-1520-ci illərdə Osmanlıda sultan olmuş. Deməli, Səfəvilərlə münasibətlər pozuldu, müharibə başladı. Səbəbləri nə idi? Nəyə görə Səfəvi Osmanlı müharibəsi başladı? Birinci səbəb, deməli, Osmanlı İmperatorluğu Şərqi Anadoluda sərhədlərini genişləndirmək istəyirdi və Səfəvilərin mövcudluğu buna mane olurdu. İkinci səbəb, Osmanlı Azərbaycandan keçən ticarət yollarına nəzarət etmək istəyirdi. Üçüncü səbəb, deməli, Səfəvilərin Şərqi Anadolu və Azərbaycanda möhkəmlənməsi. Bu da müharibənin səbəblərindən biri idi. Ümumiyyətlə isə Azərbaycanda möhkəmlənmək hər ikisinin arzusuydu. Hər ikisi Azərbaycanın sərvətlərinə sahib olmaq istəyirdi. Deməli, müharibə ərəfəsində həm 1-ci Səlimin, həm də 1-ci İsmailin tədbirləri var. Müharibə ərəfəsində, yəni 3 il, 4 il, 2 il nəzərdə belə götürək. Birincisi, deməli, 1-ci Səlimin tələblərindən danışırıq. Macarıstanla Venesiya ilə sülh bağladı. Şeybanilərlə danışıqlara gedib, müharibə başlayacaqsa onlardan yardım deməli, vədini aldı. Bir də üləmanın cihad fətvasının çıxarılmasına nail oldu 1-ci Səlim. Yəni, Osmanlıda din adamları, dindarlar, yəni üləması Osmanlının belə bir fətva çıxartdılar ki, Səfəvilərlə müharibə müqəddəs müharibədir. Yəni, görün, Osmanlı din adamları dinə necə bağlı olublar, göz qabağındadır. Deməli, müharibə ərəfəsində 1-ci İsmailin hansı tədbirləri oldu? 1-ci İsmail Avropa ilə əlaqələr qurdu. Məqsəd odlu silah və ticarəti inkişaf etdirmək. Odlu silah almaq və ticarəti inkişaf etdirmək. Hətta Papaya və Venesiyaya da məktublar göndərdi, amma bu nəticəsiz qaldı. 1510-cu ildə Portuqaliya ilə əlaqələr yaratmışdı və bunun nəticəsində də Portuqaliyanın Hörmüz limanını ələ keçirməsi, orada möhkəmlənməsinə göz yumdu. Bu hər üç addım deməli 1-ci İsmail üçün, Səfəvilər üçün ciddi təhlükə yaradacaq gələcəkdə. Çünki verdikləri vədə əməl etməyəcəklər, müharibəni uduzacaq. Səfəvilər eyni zamanda 1510-cu ildə Portuqaliyanın gəlməsi, Hörmüzə yerləşməsi ta 1-ci Şah Abbasa qədər oranın zəbt olunması ilə nəticələnəcək. 1514-cü ildə 1-ci Səlim Azərbaycana yürüş etdi. Deməli, Maku yaxınlığında Çaldıran döyüşü, məşhur Çaldıran döyüşü 1514-cü il 23 avqust tarixində qeyd olunub. Deməli, Osmanlı qələbə çaldı. Bunun səbəbi nə idi? Osmanlı ordusunun sayı çox idi və odlu silahı var idi. Amma Səfəvilərin həm sayı az, həm də odlu silahı yox idi. Təbriz tutuldu, lakin Osmanlı Təbrizdən geri çəkildi. Səbəbi nə idi? Səfəvilərin hücum təhlükəsi var idi, bir də əsgərlər arasındakı narazılıq var idi. Burada bir incə detala fikir verək, diqqət edək. Nəyə görə əsgərlər arasında narazılıq var idi? Çünki biraz öncə dediyim, deməli, Osmanlı din adamlarının cihad elanı əsgərlərdə belə bir fikir yaratmışdı ki, biz həqiqətən müqəddəs müharibəyə gedirik. Onlar gəldilər Təbrizdə, gördülər ki, bunlar müsəlmandır, bunlar bizim
oxşar dildə danışırıq, bizim elə qardaşlarımızdır, biz bunları niyə qırmağa gəlmişik? Belə bir ab-hava formalaşdı və əsgərlər arasında bu kəskin narazılıqdan 1-ci Səlim ehtiyat edib geri döndü. Lakin Osmanlı ələ keçirmişdi. Hansı əraziləri? Mosula kimi cənub-şərqi Anadolunu, eyni zamanda cənub-qərbi Qafqazda geniş əraziləri ələ keçirmişdi. Həm də yaxın və orta şərqdə özünü möhkəmləndirə bilmişdi bu yürüşlər nəticəsində. Gedəndə də Təbrizdən sənətkarların bir qismini İstanbula aparmışdı 1-ci Səlim. Davam edirik dəyərli yoldaşlar. Qızılbaşların deməli bir qisas əməliyyatı oldu, amma uğursuzluqla nəticələndi. Dediyimiz kimi odlu silahları yox idi, bir nəticə vermirdi. Sonra 1524-cü ildə Şah 1-ci İsmailin vəfatından sonra hakimiyyətə 1-ci Təhmasib gəlir, oğlu 1-ci Təhmasib. 1524-cü ildən 1576-cı ilə kimi Şah 1-ci Təhmasib Səfəvilərdə hakimiyyətdə olur. Gələrkən hakimiyyətə 10 yaşı var idi, əyanlar tərəfindən gətirilmişdi. Bu da onun təcrübəsizliyi ilə nəticələndi, çəkişmələr baş verdi, mərkəzi hakimiyyət zəiflədi. Amma Təhmasib Şah İsmailin oğludur. Bir müddətdən sonra yaşa dolduqca bütün dövlət idarəsini ələ keçirdi və bütün qiyamlara son qoydu, mərkəzi hakimiyyəti möhkəmləndirdi. Osmanlıda da hakimiyyətə 1-ci Süleyman gəlmişdi. Tarixdə 1-ci Sultan Süleyman Qanuni kimi tanınır. 1534-cü ildə ümumiyyətlə 1-ci Süleymanın, 1-ci Sultan Süleyman Qanuninin Səfəvilər dövlətindən 4 yürüşü olub. Onlardan birincisi 1534-cü ildə olub. Bu zaman 1-ci Təhmasibin deməli Xorasanda özbəklərlə müharibəsi var idi. Bundan da istifadə edən Sultan Süleyman Qanuni Səfəviləri bir növ arxadan vurmaq, zərbə indirmək, təkləmək belə bir fikirlə yürüşə başladı. Qanuni deməli hücuma başladı. 1-ci Təhmasib dərhal addım atdı. Yandırılmış torpaq taktikası həyata keçirdi. Yol üstündə deməli belə deyək, Osmanlı ordusunun ehtiyacları üçün qalacaq heç nə saxlamadı. Lakin deməli Qanuni Təbrizi tuta bildi. Sultan Süleyman Təbrizi tuta bildi. Amma yenə də Osmanlı Təbrizdə qala bilmədi, geri çəkildi. Bunun səbəbi nə idi? Qış, sərt qış, ərzaq çatışmazlığı, bir də əhali ciddi müqavimət göstərirdi. Ümumiyyətlə Təbriz dəfələrlə basqınlara məruz qalmış və dəfələrlə Təbriz əhalisi ciddi müqavimət göstərə bilmişdi. Tarixdə rastımıza tez-tez çıxır bunlar. Osmanlı bu yürüşdə, yəni Qanuninin 1534-cü il yürüşündə Bağdadı və Ərəb İraqını tuta bildi. Sultan Süleyman Qanuninin ikinci yürüşü 1535-ci ilə baş verib. Bu zaman Təhmasib strateji tədbirlər həyata keçirdi, əhalini Təbrizdən köçürtdü və yenə də yandırılmış torpaq taktikası istifadə etdi. Deməli, Osmanlı yenə Təbrizi tutdu, lakin Sultaniyyədə bir döyüş oldu. Həmin döyüşdə deməli, Səfəvi ordusu Osmanlı ordusunu çox ağır məğlubiyyətə uğratmışdı. 1535-ci ildə Həmədan döyüşü oldu. Həmədan döyüşündə də yenə Səfəvilər Osmanlı ordusunu ağır məğlubiyyətə uğratdı və onlar geri çəkildilər, Azərbaycanı tərk etdilər. Məğlubiyyətlə yanaşı Osmanlı ordusunda aclıq yayılmışdı, səfalət yayılmışdı, taun yayılmışdı. Üçüncü yürüş. Sultan Süleyman Qanuninin Azərbaycana, yəni Səfəvilər dövlətinə üçüncü yürüşü 1548-ci ildə baş verib. Nəyə görə bu üçüncü yürüş oldu? Əlqas Mirzənin təhriki ilə. Əlqas Mirzə haqqında biz danışacağıq. Deməli, Şirvan hakimidir və qiyam qaldırmış, sonra Osmanlıya sığınmışdı. Təhriki ilə 1548-ci ildə deməli hücum başladı. Lakin Qızılbaş əmirləri Əlqas Mirzəyə kömək etmədilər, ona tərəf çıxmadılar. Əlqas Mirzənin hesablamasına görə o gələcək və Qızılbaş əmirləri tərəfindən dəstəklənəcək. Bu olmadı. Yenə yandırılmış torpaq taktikası 1-ci Təhmasib tərəfindən həyata keçirildi. Osmanlı yenə Təbrizi tutsa da geri çəkilməli oldu. Bu zaman Əlqas Mirzəni 1-ci Təhmasibi ələ keçirtdi və edam etdirdi. Təhmasibin deməli oğlu İsmail Mirzə əks hücuma keçdi. Əks hücumda Qars qalasını geri aldı, Ərzuruma qədər bütün əraziləri
nəzarət altına ala bildi İsmail Mirzə. Bu dönəmdə, yəni bundan bir neçə il sonra, daha doğrusu 1552-ci ildə 1-ci Təhmasib Osmanlıya qarşı əks hücuma keçdi. Böyük bir əks hücuma keçdi. Şərqi Anadoluda Muşa qədər, yəni Muş ərazisinə qədər bütün yaşayış məskənlərini darmadağın elədi. Məqsəd nə idi? Gələcəkdə baş verəcək Osmanlı qoşununun irəliləməsini mümkünsüz etmək, barışıqdan imtina edən Osmanlı sultanını deməli, yeni müharibədən çəkindirmək. Dəyərli yoldaşlar, davam edirik, izləmədə qalın. Dəyərli yoldaşlar, 4-cü yürüş Osmanlı Sultanı 1-ci Süleyman Qanuninin 1554-cü ildə 4-cü yürüş baş verdi və Təhmasib yenə də yandırılmış torpaq taktikasından istifadə etdi. Əhalisini köçürtdüyü bölgələr hansılar idi? İrəvan, Naxçıvan, Qarabağ. Şah 1-ci Təhmasib bu ərazilərin əhalisini oradan köçürtdü. 1554-cü ildə Buğurd qalası yaxınlığında döyüş oldu. Bu döyüşdə Osmanlı məğlub edildi. 1-ci Sultan Süleyman Naxçıvanı tutub yandırsa da orada dayana bilmədi, geri çəkildi. Onun səbəbi nə idi? Canlı qüvvə, ərzaq çatışmazlığı. Çünki yol boşaldılmışdı, yəni heç nə yox idi. Qidalanacaq, ordunu orada saxlayacaq heç bir qida qalmamışdı. Deməli, Naxçıvanı yandırdıqdan sonra Osmanlı qoşunu dediyimiz kimi məcbur oldu ki, geri çəkilsin və sülh bağlasın. Deməli, Sultan Süleyman Qanuni nəhayət Təhmasibin qarşısında sülh bağlamağa məcbur oldu. Amasya sülhü 1555-ci ilin 29 mayında Amasya sülhü imzalanıb. Tərəflər Osmanlı Sultanlığı və Səfəvilər İmperiyası. Sultan 1-ci Süleyman, Şah 1-ci Təhmasib. Deməli, bu sülhün, Amasya sülhünün şərtlərinə görə Səfəvilərin əlində qaldı bütün Azərbaycan torpaqları və Şərqi Gürcüstan. Osmanlının əlində qaldı Qərbi Gürcüstan, Ərəb-İraqı, Bağdad da daxil olmaqla. Deməli, 1-ci Təhmasibin ən böyük uğuru tarixdə hansılardır? 1. Bu müharibədə Azərbaycan torpaqlarını qoruması ən böyük uğurlarından biri. İkincisi, Amasya sülhünü bağlaması, Osmanlının deməli uzun müddət hücumlarının qarşısına alacaq bu Amasya sülhünü bağlaması. Dəyərli yoldaşlar, gördüyümüz kimi 1-ci Sultan Süleyman, Avropanı lərzəyə gətirən Osmanlı Sultanı, yürüşlərində həmişə uğurlar qazanan Osmanlı Sultanı 1-ci Sultan Süleyman, Şah 1-ci Təhmasibə məğlub olur. Bu müharibənin gedişatını 1-ci Süleymanın məğlub olması kimi qiymətləndirə bilərik. Neçə dəfə yürüş etdisə, uğursuzluqla nəticələndi, geri dönməli oldu hər 4 yürüşdə. Dəyərli yoldaşlar, mövzularımıza davam edirik. Səfəvilər mövzusu geniş olduğundan bir neçə videoda sizə təqdim edəcəm.